Salam dəyərli şagirdlər və valideynlər. Bu gün sizlərlə 5-ci sinif riyaziyyat dərsliyində düzbucaqlı üçbucağın sahəsi və ona aid olan çalışmalara baxacağam. Vaxt itirmədən başlayırıq. Araşdırma və müzakirə hissəsindən kanala da abunə ola bilərsiniz. Deməli, kağızda ASBD düzbucaqlısını çəkin. İki qarşı tərəfi, daha doğrusu təpəni parça ilə birləşdirin və qayçı ilə kəsin. ASB və BDA üçbucaqlarının konqruent olduğunu necə müəyyən etmək olar? Deməli, şagirdlər, burada C və D üst-üstə düşürsə, B ilə də A üst-üstə düşürsə, həm də bunların sahəsi bərabərdirsə, bunu müəyyən etmək olar. ASBD düzbucaqlının sahəsi neçə vahid kvadrata bərabərdir? Deməli, bura 1 sm, burada 1 sm-dirsə, 2 sm bura, 1, 2, 3, 3 sm də bura. 2-ni 3-ə vururduq, düzbucaqlının sahəsi eni ilə uzunun hasilinə bərabərdir, onda 6 sm eləyəcək. ASBD düzbucağın sahəsindən istifadə etməklə ASB və BDA üçbucağın sahəsini necə tapmaq olar? Deməli, bu 6-dır. Yarıya bölüblərsə, burada 3 sm olacaq, burada 3 sm olacaq. Yəni, necə eləmək olar? 2-ni 3-ə vurub, bir də onu 2-də 1-ə, 2-də 1 yarı deməkdir axı. Bu formada tapmaq olar. Öyrənmə hissəsinə baxırıq. Düzbucaqlı üçbucağın sahəsi. Düzbucaqlı üçbucağın düzbucağı əmələ gətirən tərəfləri katetlərdir. Baxın, katetlər düzbucaq burada birləşir düzbucaq təpəsində və düzbucağın qarşısındakı tərəf isə bu isə hipotenuzdur. İxtiyari düzbucağın iki konqruent düzbucaqlı üçbucağa ayırmaq olar. Konqruent fiqurların sahələri bərabər olduğu üçün hər bir düzbucaqlı üçbucağın sahəsi də düzbucaqlı sahəsinin yarısına bərabərdir. Yəni A vur B, o da 2-də 1. Düsturda burada verilib. Sonra birinci çalışmaya baxırıq. Düzbucaqlı üçbucağın katetlərinin uzunluğunu tapın, sahəsini hesablayın. Uyğun düzbucaqlı sahəsinin yarısını tapmaqla cavabı yoxlayın. Bir dənə ağ səhifə açaq buradan. Deməli, burada B variantı, A variantından başlayırıq. Baxın, birinci deməli nəyə baxırıq? Ümumi üçbucağı hesablayanda 1, 2, 3. 3 sm buradır, 1, 2, 2 sm də buradır. Yazırıq ki, S bərabərdir. 2-də 1 vurulsun, 3 vurulsun, 2 bərabərdir 3. Burada işlər ixtisar gedir. Bir də ümumi düzbucaqlı nə qədərdir? 3 buradır, 2 buradır. Düzbucaqlının sahəsi 1, 2, 2 vurulsun, 3 ilə hesablanır da. Bərabərdir 6. 6-nı da 2-yə böləndə yenə 3 edir. B variantına baxırıq. Deməli, bura nə qədərdir? 1-dir. Bura nə qədərdir? 1, 2, 3. Burada 3-dür. Yazırıq ki, S bərabərdir. 3 vurulsun, 1 vurulsun, 2-də 1. Bir dəfə 3-ün 3, o da 2-də 1-ə vuranda, yəni belə eləyəcək. 2-də 3, 3-də 2-yə böləndə 1,5. Bu düzbucaqlılığını da burada göstərəndə, buranı silim. Baxın, budur da, yəni bu hissəyə düşür düzbucaqlımız. Onda, bunu qızardaq. Onda necə olacaq? 1-i vururuq 3-ə. 3 vurulsun 1, bərabərdir 3. Sonra da 3-ün də yarısını tapanda 3 bölünsün 2, yəni baxın bu düzbucaqlı. O da edir 1,5. C variantına baxırıq. Deməli, buradan 1-dir, burada 1, 2, 2-dir. Yəni, biz onda sahəni tapanda S bərabərdir. 2-də 1 vurulsun, 2 vurulsun 1 bərabərdir. 2-lə ixtisar gedir, qalır 1 santimetrin kvadratı. Və buradan düzbucaqlı hansıdır? Baxın, bura. Bu düzbucaqlıdır da. Burada düzbucağı tapanda 2-yə 1-ə vururuq. 2 vurulsun 1 bərabərdir. 2-nin də yarısını tapanda 2 bölünsün 2 də yenə də 1 eləyir. 1 santimetrin kvadratı. Mötərizədə yaza bilərsiniz, belə açıq yaza bilərsiniz santimetrin kvadratını. D variantına baxırıq. Deməli, burada 1, 2, 2 buradır, 2 də buradır. Onda S-imizin üçbucağın sahəsi bərabərdir. 2-də 1 vurulsun, 2 vurulsun, 2. 2-lər ixtisar gedir, burada qalır bir dənə 2. Amma baxın, bunu özünü götürsək, düzbucaq. Daha doğrusu hətta kvadrat olur burada. Deməli, 2 vurulsun 2 bərabər 4 eləyəcəkdir. Biz 4-ü yenə də 2-yə bölsək, yoxlayırıq ki, həqiqətən də 2 santimetrin kvadratı alınıb. İkinciyə baxırıq. ABC üçbucağının sahəsini tapın. Şagirdlər, çox rahat. Deməli, yazırıq ikincinin A variantı.
6 bura, 8 də bura. Yazırıq ki, S, bura yazırıq A, B, C. Bərabərdir, ya da S yaza bilərsiniz, fərqi yoxdur. 6 vurulsun, 8 vurulsun, 2də 1. O da bərabərdir 24 santimetrin kvadratı. Sonra B variantına baxırıq. S bərabərdir 2də 1, bu formada yaza bilərsiniz. Seçim sizindir. 2də 1 vurulsun 5, vurulsun 15 bərabərdir. 5 dəfə 15-in edir 75. 75-i də 2-yə böləndə deməli 37,5 santimetrin kvadratı eləyəcək. C variantına baxırıq. Deməli 12 bura, 12 də bura. Yəni burada 12 olacaq da. Bura 12-dirsə, burada 12 olacaq. Bu arada bura məsələn 5-dirsə, bura 15-dir. Özünüz bilirsiniz. Bura 12-dirsə, burada 12-dir. Onda C-də necə olacaq? S bərabərdir 2də 1 vurulsun 12, vurulsun 12 bərabərdir 6 dəfə 12-in 72 santimetrin kvadratı. Keçirik 3-cü suala. Yenə düzbucaqlı üçbucaqlının sahələrini soruşur. Deməli, A variantına baxırıq. S bərabərdir 2də 1 vurulsun, 4 vurulsun 6 bərabərdir 12 santimetrin kvadratı. B variantında S bərabərdir 10 vurulsun 10 vurulsun 2də 1 bərabərdir 50 millimetrin kvadratı. C variantında S bərabərdir 7, 9, 2də 1 vurulsun, 7 vurulsun 9 bərabərdir 63, 63-ü də 2-yə böləndə 32,5 santimetrin kvadratı. D variantında S bərabərdir 2də 1 vurulsun, 5 vurulsun 3 bərabərdir 7,5 santimetrin kvadratı. Bu qədər sadə. Düzbucaqlı üçbucağın sahəsi və katetlərindən biri verilib. Digər katetin uzunluğu necə tapmaq olar? Şagirdlər, bizim əlimizdə sahə varsa, baxın burası sahəni birinci yazırıq, sahənin yerində 2də 1 vurulsun AB, bu bilmədiyimiz kateti vurulsun 10. 10 ilə 2də 1-i bir-birinə vuruq. Burada ixtisar edir 5, qalır 5 vurulsun AB. Bu da AB. Katetlərin uzunluğu da, yəni tənlik kimi hesablasanız, baxın AB katetinin uzunluğu məhsul vurğunun tapılması qaydası ilə tapılır. Yəni 30-u 5-ə bölərək 6 alırıq. İndi buradan baxırıq 4-cünün A variantına. Deməli, S-miz nəyə bərabərdir? S bərabərdir 24. Yazırıq ki, 24 bərabərdir 2də 1 vurulsun. AB kateti vurulsun 4. İndi yazırıq, düzəldirik yerlərini. 2də 1 vurulsun 4 vurulsun AB kateti bərabərdir 24. 2 ilə 4 ixtisar edir, burada qalır 2. 2 vurulsun AB bərabərdir 24. 2 ilə vuranda 24 eləyir 12-yə. Burada da AB bərabərdir 12 santimetr. Burada da santimetrin kvadratı yazarsınız. Sonra B variantı da eyni qayda ilə hesablanır. Deməli, S-miz bərabərdir 60 santimetrin kvadratına. Yazırıq ki, 60 santimetr, yazmasanız da olar santimetr sözünü, 60 bərabərdir 8 vurulsun, ya da belə eləyək, biraz səliqəsiz oldu bu. 60 bərabərdir 2də 1 vurulsun, YF kateti vurulsun 8. Sonra yazırıq 2də 1 vurulsun, 8 vurulsun YF bərabərdir 60. 2 ilə 8 ixtisar edir, burada qalır 4. 4 vurulsun YF bərabərdir 60. YF-də bərabərdir 60-ı 4-ə böləndə edir 15. Deməli, bura 15 imiş. Sonra C variantına baxırıq. Buradan S bərabərdir 21 millimetrin kvadratıdır. Onda yazırıq 21 bərabərdir 2də 1 vurulsun KL, bilmədiyimiz katet vurulsun. Daha doğrusu KM 60 bərabərdir 2də 1 vurulsun LM bərabərdir vurulsun 7.
Yorğun olduğumdan biraz qarışdırmışam bu gün hər şeyi. Buradan şagirdlər bu qarışdığım misallar. Bir dəqiqə. C variantı üzürlü sayın. S bərabərdir 21 milimetrin kvadratı. Buradan deməli 21 bərabərdir 2'də 1 vurulsun LM vurulsun 7. Buradan 7 vurulsun 2'də 1 vurulsun LM bərabərdir 21. Burada edir deməli 3,5 vurulsun LM 7 ilə 2 ixtisar edir. 3,5 bərabərdir 21. LM də bərabərdir 6. D variantına baxırıq. Deməli S bərabərdir 36 metrin kvadratı. Yazırıq 36 bərabərdir 2'də 1 vurulsun. Bilmədiyimiz burada PS-dir də. PS vurulsun 12. Buradan 2'də 1 vurulsun 12 vurulsun PS bərabərdir 36. 2 ilə 12 ixtisar edir 6. 6 vurulsun PS bərabərdir 36. PS də bərabərdir 6 santimetr. Santimetr yox, vahidimiz metrdir. Bu qədər. Sonra 5-cidə suallara cavab verməliyik. Düzbucaqlı üçbucağın katetlərindən birinin uzunluğu 12 metr, digərinin uzunluğu isə bunun 3'də 2 hissəsinə bərabərdir. Bu düzbucaqlı üçbucağın sahəsi nə qədərdir? Deməli şagirdlər 5-cinin A variantında bir dənə kateti, baxın bir dənə düzbucaqlı üçbucaq çəkirəm. Katetlərindən biri deməli 12'dir. Bu digər kateti isə bunun 3'də 2'sinə bərabərdir. Tutaq ki, burada x-dir. Yəni, lap belə x eləməyək, qarışdırmayaq. 12'nin biz əvvəl tapırıq 3'də 2 hissəsini. Bərabər 3 ilə 12 ixtisar edir 4, 4 dəfədə 2, 8. Deməli, biz buranın 8 olduğunu gördük, bildik. Bu düzbucağın sahəsinə bərabərdir. S bərabərdir 2'də 1 vurulsun, 8 vurulsun 12. Bərabərdir 48. Sonra B variantına baxırıq. Düzbucaqlı üçbucağın katetlərindən birinin uzunluğu 5 metr, digərinin uzunluğu isə bundan 20% çoxdur. Bu düzbucaqlı üçbucağın sahəsi nə qədərdir? Baxın, yenə bir dənə düzbucaqlı çəkirik. Bu tərəfin uzunluğu 5 metrdir. Digər isə bundan 20% çoxdur. Yəni 5'in 20%-i 5 üstə gəlsin, 5 vurulsun 20 kimi tapa bilərdik. Ya da bir dəfəyə 5 vurulsun 120-də yaza bilirdik. Bərabərdir. Deməli, buradan qalırdı 4. Daha doğrusu 5. Bu da edir 6. Deməli, bu ümumi 5'in də üstə 1 gələndə 6 eləyir. Bura nə qədər imiş? 6. Bu düzbucaqlı üçbucağın sahəsi nəyə bərabərdir? S bərabərdir 2'də 1 vurulsun, 5 vurulsun 6. O da bərabərdir 15. Şagirdlər, baxın, burada faizi bu formada da tapa bilərsiniz. Başınız qarışmasın. 5'in 20%-i, yəni 5 vurulsun 120%. O da 1 0 gedir. O da edir 60. Daha doğrusu 6. Sonra C variantına baxırıq. Düzbucaqlı üçbucağın hipotenuzu 5 cm, katetlərindən birinin uzunluğu bunun 80%-nə, digəri isə 60%-nə bərabərdir. Bu düzbucaqlı üçbucağın perimetrini və sahəsini tapın. Baxın, bu bizim düzbucaqlı üçbucağımız. Bunun hipotenuzu nə qədərdir? 5 cm-dir. 5 cm-dir. Deməli, birinin uzunluğu 80%. Əvvəl 5'in 80%-ni tapırıq. 5 vurulsun 80 bölünsün 100. O da bərabərdir 4. Deməli, bir tərəfin uzunluğu 4 cm. Digəri isə 60%-nə bərabərdir 5'in. 5 vurulsun 60 bölünsün 100. O da bərabərdir 3 cm. Deməli, bu tərəfdə oldu 3 cm. Perimetrini tapanda P bərabərdir 3 üstə gəlsin, 4 üstə gəlsin 5 bərabərdir 12.
Sonra sahədə bərabərdir. S bərabərdir. 2-də 1 vurulsun katetlər. 4 və 3-ün hasili. O da bərabərdir 6 deməli santimetrlə verilibsə santimetrin kvadratı. Aha, 5-ci sualda C variantına baxdıq, bitdi. 6. Tələb olunan fiqurun sahəsini tapın. Baxın burada S ABC-ni soruşur, ABC-ni soruşur buradan. 2-də 1 əvvəl bu hissəsini tapırlar. 2-də 1 vurulsun. Deməli A vurulsun D, B vurulsun D. Baxın bu hissəni gördünüz. Bir dənə göstərim. Əvvəl A, B, D-ni tapırlar. Sonra bu hissəni tapırlar. Baxın 4-ü 8-ə vurublar. Onda 2-də 1. Sonra da onu toplayıblar. Biz də indi bu A variantını o formada həll eləməliyik. Deməli 6-cı misal A variantı. Deməli şərtlər. Əvvəla baxın bu hissəsinə baxıram. Yazıram. S deməli A, B, D bərabərdir. 2-də 1 vurulsun, 8 vurulsun 5 bərabərdir 20. Sonra S deməli B, D, S bərabərdir. 2-də 1 vurulsun, 10 vurulsun 5. O da bərabərdir 25. Ümumi nədir? Üçbucağımızdandır. S, A, B, S bərabərdir. 20 üstə gəlsin 25 bərabərdir 45. B variantına baxırıq. Əvvəl baxın bu hissəyə baxaq. Sonra da bu hissəyə baxaq. Deməli şagirdlər, birinci S, A, D, B-ni soruşur. A, D, B-ni. Hə, burada biraz fərq olacaq. Gözləyin. Yəni, balaca hissəni soruşur bizdən. Ümumi üçbucaq bura nə qədərdir? Baxın, bu hissə. Bura 8-dir də. Ümumi üçbucaqdan biz, baxın, bu hissəni çıxacaq. A, D, B bu hissəni, daha doğrusu, baxın, bu hissəni çıxacaq. Bax, bu hissəni o formada tapacaq. Bir dənə silim. Başınız qarışmasın. Aha. Deməli, ümumi üçbucaq nə qədərdir? S, A, B, S bərabərdir. Bura 8-dir. Yəni, 2-də 1 vurulsun, 8 vurulsun, 4. Deməli, 16. Ümumini tapdıq. Biz A, D, B-ni soruşur. Bu hissəni də gəlin tapaq ki, çıxanda alınsın. S, B, D, S bərabərdir. 2-də 1 vurulsun, 2 vurulsun, 4 bərabərdir 4. O zaman S, A, D, B bərabərdir 16. Yəni, ümumi S, A, B, S. Gəlin, daha yaxşı ətraflı yazım. S, A, B, S çıxılsın S, B, D, S. Yəni, 16 çıxılsın 4. O da 12 eləyəcək. Sonra C variantına baxırıq. Burada nəyi soruşur? A, B, S, D-ni soruşur. A, B, S, D-ni. Əvvəl buranı tapaq. Gəlin. Yazırıq S, C variantında. S, A, B, D bərabərdir. 2-də 1 vurulsun katetlər. Bərabərdir 10 santimetr. Sonra S, B, baxın, indi bu tərəfi hesablayıram. B, daha doğrusu S, B, D, S bərabərdir. 4 vurulsun, 10 vurulsun 2-də 1. 2-də 1-i əvvəl də yaza bilərsiniz, sonra da yaza bilərsiniz. Bərabərdir 20. Buradan da S, A, B, S, D bərabərdir. S, A, B, D üstə gəlsin. S, B, D, S bərabərdir 10 santimetr üstə gəlsin 20 santimetr. Bərabərdir 30 santimetrin kvadratı, daha doğrusu. Sonra məsələ həllərinə baxırıq. Qayığın 2 yelkəni var. Böyük yelkən biraz açıq. Böyük yelkən katetləri 2,5 metr və 5 metrdir. Kiçik yelkən isə katetləri bunlardan 0,5 metr qısa olan düzbucaqlı üçbucaq
formasındadır. Bu yelkənləri hazırlamaq üçün cəmi neçə kvadrat metr parça lazımdır? Baxın şərhlər. Böyük yelkən, deməli, katetlər bura 5-dir. Burada 2,5-dir. Bu bizim böyük yelkənimiz. Bir də baxın, kənardan kiçik yelkən isə bunlardan 0,5 kiçikdir də. O zaman buranı birləşdirin burada. O zaman yazırıq ki, biz, baxın, 0,5. Böyük yelkənin katetləri yazırsınız. Böyük yelkənin katetləri, deməli 5 və 2,5. Kiçik yelkən olacaq. 5-dən 0,5 çıxanda 4,5 və 2,5-dən də 0,5 çıxanda 2 eləyir. Deməli, S böyük bərabərdir. 2-də 1 vurulsun, 5 vurulsun, 2,5. O da bərabərdir. Deməli, 12,5 bölünsün 2 bərabərdir. Bir dəqiqə. Elə bir dəfə yazıram. 12,5-də 2-yə böləndə, deməli, 6,25. 6,25 kvadrat metr. Sonra bir də kiçik. S kiçik də bərabərdir. 2-də 1 vurulsun, 2 vurulsun, 4,5. 2-lər ixtisar gedir, qalır 4,5 metrin kvadratı. 6,25 və 4,5 kvadrat metr parçadır. Demək, cəmi neçə hazırlamaq lazımdır? S böyüklə S kiçiyi də toplayanda bərabərdir. 6,25 üstə gəlsin 4,5 bərabərdir. 10,75 kvadrat metr lazım olacaq. 8-ci suala da baxaq. Deməli, parkda uşaqlar üçün düzbucaqlı üçbucaq formasında istirahət güşəsi düzəldildi. Bu üçbucağın katetlərindən birinin uzunluğu 16 metr. Digəri isə bundan 25% qısadır. İstirahət güşəsinin sahəsi nə qədərdir? Deməli, birinin uzunluğu 16 metrdir. Buradan belə bir şey çəkirəm. Siz çəkməsəz də olar. Birinin uzunluğu 16 metrdir. Digər isə bundan 25% qısadır. 16 vurulsun 75. 100-dən 25 çıxırıq 100%-dən. 100% çıx 25% bərabərdir 75%. 16 vurulsun 75 bölünsün 100. Hər tərəfdə 25-ə ixtisar edirik. Burada qalır 3. Burada qalır 4. 4 ilə də 16 ixtisar edəndə burada qalır 4. 4 dəvədə 3-ün edir 12. Deməli, buranın da uzunluğu 12 imiş. İstirahət güşəsinin sahəsini soruşur. Deməli, S də bərabərdir. O zaman 2-də 1 vurulsun, 12 vurulsun, 16 bərabərdir. 2 ilə 12 ixtisar edəndə burada qalır 6. 6 dəfədə 16 edəcək 116. Yox, daha doğrusu 96 üzr olsun. 6 dəfə 16'mış, 96. Deməli, santimetrin kvadratı. Şagirdlər, növbəti mövzu növbəti videomda olacaq. Buraya qədər izlədinizsə kanalıma abunə olaraq dəstək ola bilərsiniz. Sağ olun, salamat qalın.